Mən ətriyyatçıyam, ətir satıram. Yəni məndən gəlib ətir soruşa bilərsiniz. Mən də sizə keyfiyyətli ətri məsləhət görə bilərəm. Siz mənə gəlib deyirsinizsə, əgər filan yerdə 20 qəpikdir, 30 qəpikdir, bunu deməyə ehtiyac yoxdur. Mən istərsəməz hansısa bir parfümeriya mağazası ilə, üzrsən parfümeriya mağazası deyil, yəni dünən başlayan adamla müqayisə olunuramsa, bu mənə pis təsirdir. Çünki dünən başlayan adamların çoxusu nə ilə başlayırlar? Litri 60 manat olan ətirlərlə. Onlar gedib 18 qəpiyə alırlar onu. Amma mən almalı olsam 6-7 qəpiyə alacam. Deyim də öncədən. Bizim məsələn elə məhsullarımız var ki, 1600 manata, 2000-ə, 2200 manata litri olur. Yəni qiymət belə dəyişir, dəyərli dostlar. Onlar hamısı eyni qiymətə deyil. Bax bu çəkdiyim ətir var, Red Bull qoxusu verir. 1 qramı 3 manatdır. 3 gün mən qalıcılığına garanti verirəm. İndi 5 gündə qalır, 6 gündə qalır. Amma mən 3 gün niyə garanti verirəm? Çünki ola bilər ki, küləkli şəraitdə ətirin belə deyək də keyfiyyəti biraz azalır. Ona görə də dəyişir. Mən tam 3 gün garanti verirəm ki, bax harda istifadə edirsən, istifadə elə qardaş. Onun qoxusu 3 gün qalacaq və burada məsələ nədir? Yayılmağı da 10-15 metrdir. O həmişə deyirdim, gülçüsəyin ətirləri, gülçüsəyin ətirlərinin içində də var belələri. Amma çox təəssüf ki, biraz aşağıdan çək. Çox təəssüf ki, o ətirləri, o sizin bildiyiniz parfümerlər var. Onlar gətirib satmırlar dostum. Çünki onlar keyfiyyətli məhsul satmırlar ümumiyyətlə. Ştampovka ilə Avropa spreyi. Buyur Elvin dostum. Xeyirli olsun. Siz də keyfiyyətli ətir istəyirsinizsə yaxınlaşın mağazamıza. Müqayisə edəndə də eləyin. Amma parfümeriya mağazasına müqayisə edin. Biz məhsullarımızı Guessan alırıq. Mən bilirəm ki, valla mən nə qədər parfümerdən soruşmuşam, deyib Guessan aradı. Yəni tanımırlar qardaş. Çünki keyfiyyət axtarmırlar. Nə axtarırlar? 15 qəpiyə, 18 qəpiyə, 17 qəpiyə. Yenə də deyirəm, onların aldığı ətri mən 6-7 qəpiyə alaram litrinə. Amma bizə elə iş görmək lazım deyil. Halal xoşları müştəriyə deyin də satanda biz keyfiyyətsiz məhsul satırıq. Bu qədər. Özünüzə yaxşı baxın, özünüzü qoruyun.